Salam əziz şagirdlərimiz. Bugün sizlə 1 mart 2026-cı il tarixində Dahi Akademiya kursunda keçirilən 10-cu siniflər üzrə sınaq imtahanının Azərbaycan dili suallarının izahı ilə tanış oluruq. Başlayırıq 27-ci sualdan. Eyler-Venn diaqramına əsasən verilmiş sözlərin fonetik təhlili haqqında doğru fikirləri müəyyən edin. Təmizlik, sənətkar. Tərkibində 3 cingiltili samit var. M, Z və D. Düzdür. Bir məqamda deyiliş və yazılış fərqi var. Xeyr, 2 məqamdır. Səhvdir. 2-lər səhvdir. 2 kar samit var. T, təmiz, dik. 2 kar samit var. Düzdür, 2 kar samit var. Amma sənətkarda 3-dür. Orta yazdığı üçün bu da səhvdir. Tərkibindəki şəkilçinin tələffüzü yazılışından fərqlənir. Xeyr, karkeş dəyişməz, amma təmizlik fərqlənir. Ortağa yazdığı üçün götürülmərik. Yazış və tələffüz arasında fərq yoxdur. Düzdür, sənətkarda fərq yoxdur. Tərkibindəki kar samitlərdən biri cingiltili tələffüz olunur. Xeyr, dəyişmir. Cavab E variantı. 28-ci sual, yanlış fikri müəyyən edin. Alın müxtəlif nitq hissəsinə aid homonim ola bilər. Alınmaq, küsmək mənasında küsmək feil. Bir də alın bədən üzvü isim. Müxtəlif nitq hissəsi olur, düz sayılır. Yola düşmək homonim frazeoloji birləşmədir, səhvdir. Cavab elə B variantıdır. Çünki yola düşmək homonim yox, həm sabit, həm sərbəst birləşmədir. Top yola düşdü, həqiqi, qatar yola düşdü, məcazi. Qoyun eyni nitq hissəsinə aid homonim sözdür. Qoyun qucaq mənasında olanda isim, heyvan mənasında olanda da isim. Eyni nitq hissəsidir. Alışmaq eyni nitq hissəsinə aid homonim sözdür. Bəli, öyrəşmək mənasında feil, alovlanmaq mənasında da feil. Bu da getdi. Əsər feil kimi homonim deyil. Bəli. Feil kimi külək əsər orada qrammatik şəkilçi olduğu üçün homonim sayılmır. Amma isim kimi homonimdir. Bəli. Əsər iz mənasında isim. Bir də əsər, poema, əsər mənasında da isim homonim sayılır. Cavab, səhv cavab B variantı. 29-cu sual. Əmr şəklində işlənmiş feil hansı nümunədədir? Bütün yaxınlara yaxın gedəsən. Arzu. Uzaqdan baxasan uzaqlarına. Sənli xatirələr ocaq yeridir. Getsəm şərt. Üşümərəm. Xəbər. Sən vaxtı ötəsən kaş. Arzu. Vaxt səni ötə. Beləcə bir ömür əriyib itə. Bəsdir gözlərində daşıdın məni. Mən sənin yuxunam. Oyan. Əmr. Səhərdir. Gecə rüyamda görmüşəm. Bu da xəbər. Cavab D variantı. Cədvələ sizin uyğun bəndi müəyyən edin. Bəzi əvəzliyi sifəti əvəz edə bilir. Bəli, bəzi əvəzliyi qeyri-müəyyən əvəzlərdən yeganə əvəzlikdir ki, sifəti əvəz edir. Doğrudur, amma yanlış yazıb. Bəzi şagirdlər, hansı şagirdlər. Elə belə əvəzlikləri sifətlə homonimdir. Xeyr, sifəti əvəz edib. Ədatla homonimdir. Səhvdir, amma doğru qoyub, uyğunsuz. O, bu işarə əvəzliyi ismi və sifəti əvəz edə bilir. O, bu işarə əvəzliyi ismi və sifəti əvəz edə bilir. Doğrudur, doğrudur. C. Filənkəs bitişik yazılan yeganə əvəzlikdir. Doğrudur, amma yanlış qoyub, uyğunsuz. Həmin əvəzliyi qrammatik şəkilçi qəbul edə bilmir. Düzdür. İsimləşmir, amma yanlış qoyulub. Hansı sifət quruluşca fərqlidir? Dünyəvi. Dünyada kökü dəyişdiyi üçün sadə. Kimyəvi. Kökü dəyişdiyi üçün sadə. Xəlqi. Sadə. Sadə. Lüğəvi. Kök flex yoğruyub. Lüğə sözü yoxdur. Sadə. Dairəvi. Düzəltmə.
Cavab D variantı. Hansı cümlədə saydan sonra işlənən ismin işlənməsində qrammatik səhv var? Biz birlikdə xeyli məsələlər, yox, məsələ həll etdik. Elə ad. Şairin yüzlərlə məqaləsi itib batmışdı. Yüzlərlə məqalə, düzdür. Kursumuzda bir sıra yenilişlər olacaq. Bir sıra yenilişlər cəm olmalıdır, düzdür. Bir neçə fikir, bir neçədən sonra tək olmalıdır, düzdür. Az adam, düzdür. Cavab A variantı. 33. Hansı isimlərin halını dəqiq söyləmək olar? Sinfin. Bədən üzvlərində, yəni milli mənşəli sözlərimizdə dəqiqlikdən söhbət gedə bilər. Amma alınma mənşəlilərdə həm mənsubiyyət, həm halda düşdüyü üçün dəqiqlikdən söhbət getmir. Sinfin yiyəli çalda ola bilər. Sinfin məsələ stolu ya da sənin sinfin olsa adlı qal. İki hal olur. Buna görə dəqiq söyləmək olmadı. Beynin əgər düşübsə, burada mənsubiyyətdir sənin beynin və adlı qal. İçini götürürük. Kitabı, onun kitabı, təsirli çal. Kitabı, onun kitabı mənsubiyyət. Kitabı mənə ver, təsirli al. İki hal olduğu üçün bunu da götürə bilmərik. Başını amma bir cür düşünülə bilər. Onun başını deyə bilmirik. Cavab D variantı. Şəkli, onun şəkli, mənsubiyyət, adlı qal. Şəkli bəyəndim. Burada isə təsirli çal olur. Dəqiqlikdən söhbət gedə bilməz. Cavab D variantı. Dərsdən sonra onunla görüşüb dünənki oyunu maraqla izlədik cümləsində zərfi müvafiq olaraq hansı məna növləri işlənib? Zərf deyir bizə. Ardıcılıqla. Dərsdən sonra sizi çaşdıra bilər, amma burada sonra qoşmadır. Ona görə zaman olanları çıxırıq. Dünənki, dünənki. Dünən olsaydı olardı, amma dünənki zərfdən düzələn sifətdir. Ona görə burada yenə zaman yoxdur. Maraqla izlədik. Maraqla necə? Tərzi hərəkət zərfi. Cavab B variantı. Neçə sadə zərf işlənib? Sadə olacaq, zərf olacaq. Sırağacın 1, bildir 2, kəlmə başı bu mürəkkəbdə olmaz. Dərhal 3, birdən düzəltmə də olmaz. Tələsik düzəltmə də olmaz. Yayda düzəltmə də olmaz. Qəsdən düzəltmə də olmaz. Cavab 3. Cədvələ əsasən biri doğru deyil. Büsbütün sifət deyil. Bəli, büsbütün zərfdir. Açıq, aydın, adi dərəcəli sifətdir. Bəli, açıq ancaq rənglərlə olur, yaxın mənalı. Sözün köməyi ilə yaranan sifətdir. Səhlənkar adi dərəcəli düzəltmə sifətdir. Düzəltmə dediyi üçün səhvdir, sadədir. Səhlənkar yoxsa adi dərəcədədir. Cavab C. Bugünkü sifəti dərəcəyə görə dəyişə bilmir. Ç, da ki ilə olunur. Dəyişə bilmir. Tünd çay, açıq fikirli sifətlər dərəcəyə görə dəyişməyib. Bəli, çünki çay isimdir. Açıq sözdə ancaq rənglərlə olur. Doğru cavab olur C variantı. Sonra gəlirik mətnə. Mətni diqqətlə oxuyuruq. 37 və 46-cı sualları mətn əsasında cavablandırırıq. Mətndə hansı suala cavab yoxdur? Elvinin xidmətə münasibətində dönüş yaradan əsas hadisə hansıdır? Mayorla danışığından sonra Elvin dönüş düşür, yəni həyatında dönüş nöqtəsi olur. Mayor Raufun Elvinə yanaşmasında əsas məqsədi nə idi? Onun qorxusunu səssizcə aradan qaldırmağa çalışırdı. Cavab var. Mayor Raufun komandanlıq anlayışı ənənəvi komandanlıqdan hansı cəhətə görə fərqlənir? Ənənəvi komandanlıqda uşaqlar cəza tədbirləri olur. Amma müasir artıq yeni komandanlıqda isə uşağı cəzalandırmaq, əsgəri cəzalandırmaq yox, yetişdirmək istəyirlər. Ona görə var bu da orada. Elvin hərbi xidmətə gələndə onu öz güvənli edən amillər nələr idi? Elvin hərbi xidmətə gələndə özü
güclü hesab edirdi özünü. Amma özgüvənli idi, anladıq. Amma amillər yoxdur. Cavab D variantı. Elvinin daxili dəyişməsinə səbəb nə oldu? Mayorla danışıq əsas səbəb oldu. Cavab D variantı. Davam edirik 38-ci sualla. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrudur, yanlışdır. Gecə təlimdə mayor vəziyyətə dərhal müdaxilə edir. Xeyr, müdaxilə etmir, bu səhvdir. Gözləyir ki, Elvin müdaxilə eləsin. Elvin gecə təlimdə təşəbbüs göstərərək əsgərləri düzgün idarə edir. Doğrudur. Elvin xidməti boyu inamlı və qərarlı olub. Xeyr, Elvin xidməti boyu qərarlı olmayıb. Deyir, qorxum var. Elvin, sən qorxaq deyilsən, amma qorxum var. Səbəbini bilmək istəyirəm. Bu sözlər Elvin içindəki düyünü açdı. O ilk dəfə komandirin qarşısında əsgər kimi yox, insan kimi danışdı. Səhv etmək qorxusundan, daim müqayisə olmaqdan, bacarmıram dağması yeməkdən danışdı. Yəni, bu göstərir ki, Elvin qərarlı olub, yanlışdır. Elvin sınaqdan uzaq çıxdığı üçün artıq tərəddüdlü deyildi. Əlbəttə, bu da orada var. Uyğunluq dediyi üçün doğrudan doğruyu, yanlışdan yanlışı. Cavab 2-3-B variantı. Əvvəlində rəqəm yazılmış hansı cümlə mətnindən çıxarılsa, fikirlər arasında əlaqə pozulmaz. Baxırıq. Birinci cümlə. Elvin hərbi xidmətə gələndə özünü güclü hesab edirdi. İndi bu əsas cümlədir. Bu cümlə çıxarılsa, lakin buradakı nizam-intizam ondan sonraki cümlə ilə əlaqə qopar və ondan abzas başlaya bilməz. Bir vacibdir. 2-yə baxırıq. Bölüyün komandiri mayor Rauf uzun illər xidmət etmişdi. Döyüşün də, itkinin də nə olduğunu bilirdi. O, əsgərlərə yalnız əmr verən biri olmadığı, yine bu cümlə buradan götürülsə, 2. O ilə davam edən cümlədə digər bir məna pozğunluğu yaranmaz. Ona görə 2-dir cavabımız. Mayor Rauf Elvinin davranışlarını diqqətlə izləyirdi. Onun addımlarındakı tərəddüdü, baxışları narahatlı sezirdi. Və diqqətlə izləməsə sezə bilməz. Bu vacibdir burada. Sonra 4 yazılan mayor ona kiçik rəhbərlik tapşırıqları verməyə başladı. Bu da çox vacibdir. Ondan sonra məşqlərə yönəltdi, tapşırıq verdi, orada olmalıdır. Rabitə qırıldı, ərazi qaranlığa büründü. Əsgərlər arasında çaşqınlıq yarandı. Yəni, nədən çaşqınlıq yarandı? Rabitə qırıldı. Bu da vacib olduğu üçün bizdə cavab 2 olacaq, B variantı. Mətndə altından xətt çəkilmiş sözün düzgün şərhini müəyyən edin. Altından xətt çəkilmiş söz. İlk dəfə idi ki, belə fərəhli sözlər eşidirdi. Fərəhli, əvəz edilməz, heyrətləndirici də demərik biz ona. Sevindirici, bəli, sevindirici. Bu gün aldığım sevindirici xəbər. Fərəhli, ürək açan mənzərə ilə qarşılaşdı. Tərif, fərəh, tərif, bəzi duyulan tərifi yoxdur. Xeyr, tərif tam olaraq onu əvəz eləyə bilmir. Fərəhlidir. Sevincli, ürək açan. Üzərində rəqəm yazılmış hansı ifadələr mətnin üslubunu dəqiqləşdirməyə imkan yaradır? Mətnin üslubunu dəqiqləşdirmək deyəndə, bədii üslubdadır bildiyimiz kimi mətn demək bizə məcazi mənalı sözlər lazımdır. Baxırıq, deyir, əsgər Elvin üçün isə bu mübarizə hər gün biraz daha ağırlaşırdı, məcazi. Çünki ağır, insan ağır olar da, mübarizəncə ağırlaşsın, məcazi. Sonra biri götürə bilərik. Sərt baxış. Sərt baxışda olmur. Bu da məcazi. Yanıma gəl. Gələ bilər.
Sakitlik bürüdü, sakitlik də bürüyə bilməz. 1, 2, 4 məcazi. Sonra 5'ə baxırıq. 5'te də deyir böyüdüyünü, bir əsgərin böyüdüyünü gördüm. Görə bilərsən. Yəni burada da 1, 2, 4 məcazi mənalı sözlər idi. Keçirik açıq suallara. Deyir ki, mətnə əsasən cədvəli doldurun. Obraz, Rauf və Elvin xarakteri. Demək, Raufun xarakteri düşüncəli deyə bilərik. Düşüncəli, qayğıkeş, diqqətçil. Bunu hansı davranışla gördük? Deyirik əsgərlərinə, mehriban əsgərləri ilə mehriban rəftar edir. Elvinin xarakterinə nə yazarıq? Çəkincən, həyəcanlı, İndi bunun davranışından nə yaza bilərik? Çox davranış əlbəttə yaza bilərik. Həmçinin xarakterlərə də əlavə geniş yaza bilərik. Məsələn, ona verilən tapşırığı layiqincə yerinə yetirdi. Bu qədər. Gəlirik 43-cü suala. 43-cü sualda deyir, mətndə altından xətt çəkilmiş cümləyə mətnin üslubu uyğun ifadələr əlavə etməklə yenidən yazın. Dedik, mətn bədii üslubdur, üslubu xüsusiyyət, yəni məcazilik qatmalıyıq. Axşam düşəndə hərbi hissəni sakitlik bürüdü. Məsələn, axşam düşəndəyə deyərik qaş qaralanda. Hərbi hissəni ölüm səssizliyi bürüdü. Bürüyür. Digər və sair ki, məcazi mənalı fikirlər əlavə etmək olar. 44-cü sualda deyir, mətndə nöqtələrin yeni uyğun ifadələr yazmaqla cümləni tamamlayın. Nöqtələr. Hərbi hissədə səhərlər eyni qayda ilə başlayırdı. Zəncin sərt səsi, nizamlı addımlar, sıraya düzülən əsgərlərin baxışları. Necə baxış olar ki, burada sərt səs, zəncin sərt səs, nizamlı addım. Burada suskun ola bilər. Suskun. Ya da gərgin baxışlar. Buna yaxın digər mənalı sözlər də yaza bilərik ki, suskun, gərgin və s. Mətnə əsasən yaxşı komandir əsgəri təkcə hərbi baxımdan yox, mənəvi baxımdan da formalaşdırmalıdır. Fikri doğrudur, yanlışdır, əlbəttə doğrudur, formalaşdırmalıdır. Bunu necə əsaslandıraq? Bu əsərdə də görürük ki, Mayor Rauf yazırıq. Elvini inanaraq ona etimad göstərir və bunun nəticəsində Elnur həm mənəvi, həm də hərbi uğur əldə edir.
əlbəttə birinci inam formalaşdırır. Bu cür və buna yaxın digər fikirlər yazmaq olar. Cədvəli tamamlayın. Uğursuz başlanğıc harda danışılır? Girişdə. Baxaq. Deyir ki, sərt baxışda bu səssizliyin içində hər kəsin öz daxili mübarizəsi vardı. Əsgər Eyübün isə bu mübarizə hər gün biraz daha ağırlaşırdı. Demək, uğursuz başlanğıc hər gün ağırlaşır, giriş. Sonra əsas hissəyə yazarıq. Məsələn, yazarıq müdrik mayor. Və s. Çox sözlər yazmaq olar. Məsuliyyət zənci sonda. Nəticə. Məsuliyyət çağırışı idi. Cavab olur nəticə. Digər mətnlə davam edirik. Demək, 47-56-cı suallar bu növbəti mətn əsasında hazırlanıb. Göygölün yaranması mətnini diqqətli oxuyub davam edirik. Mətnin tərkib hissələrini genişləndirə bilən cümlələrə əsasən uyğunluğu müəyyən edin. Burada müxtəlif ağac, kol və ot bitkiləri yayılmışdır. Hansı abzasda danışılır? Bax, gölün ətrafında sıx meşə örtüyü mövcuddur. Bu demək, hara gedir? Həmin hissə sayılır əsas hissə. Gölün bu cür adlandırılması onun suyunun rəngi ilə bağlıdır. Suyun təmizliyi, dərinliyi, ətraf mühit xüsusiyyətləri nəticəsində göldə mavi və göy çalarla üstünlük təşkil edir. Bu da əsas hissə. Hal-hazırda bu təbiət abidəsi turistlər tərəfindən ziyarət olunur. Göygöl bu gün həm tarixi hadisələrin izlərini daşıyır, həm də ekoloji dəyərə malik mühüm təbiət abidəsidir və hal-hazırda nəticə hissəsinə gedə bilər ki, bu təbiət hadisəsi turistlər tərəfindən ziyarət olunur. Ölkəmizin simvoluna çevrilən bu göl təbiət hadisəsi nəticəsində meydana gəlmişdir. Formalaşmış təbii göldür və əlbəttə ki, o hissəyə yazıla bilər. O da giriş hissə 1D, 2AB, 3C cavab E variantı. Mətndə altından xətt çəkilmiş sözlərdən heç birinin şərhinə uyğun deyil. Altından xətt çəkilən sözlərə baxırıq. Silsilə, bir-birini bitişərək bir sıra təşkil edən silsilə demək, bu getdi. Sonra baxırıq mövqeyinə. Göl həm coğrafi mövqeyinə, yəni coğrafi mövqe, yer, məhəll, vəzifə, mövqe. Sonra mənşəyinə görə Göygöl tektonik hadisə nəticəsində, tektonik hadisə, yəni yer qabının hərəkətinə aid olan. Tektonik. Digər sözə baxaq. Tarixi mənbələrə əsasən, mənbə nədir? Yəni başlanğıcını təşkil edən. Çayların töküldüyü yer orada əlbəttə ki, yoxdur. Keçirik 49-cu suala. Mətnə əsasən doğru fikirləri müəyyən. Gölün su ehtiyatları dağ suları və yeraltı sular hesabına formalaşır. Gölün su ehtiyatı əsasən dağ çayları, yeraltı su, atmosfer yağıntıları hesabına formalaşır. Doğrudur, biz doğruları axtarırıq. Göygöl vulkanik mənşəli göldür. Xeyr, burada zəlzələ nəticəsində olur. Vulkanik mənşəli göl deyil.
Göygöl Ağsu çayının məcrasının bağlanması nəticəsində yaranmışdır. Ağsu çayının qarşısını kəsməsi nəticəsində yaranıb. Düzdür. Göygöl ərazisi dövlət tərəfindən qorunur. Buraya gələn ziyarətçilər demək. Deyir ki, turizm fəaliyyətinə ciddi nəzarət altında həyata keçirilir. Ciddi nəzarət altında və qorunur. Düzdür. Yalnız turizm məqsədi ilə istifadə olunur. Baxırıq. Göygöl bugün həm tarixi hadisələrin izlərini daşıyan, həm də ekoloji dəyərə malik olan mühüm təbiət hadisəsidir. Yəni, tarixi hadisənin izlərini daşıyır. Ekoloji dəyər. Bu təkcə turizm deyil, yanlışdır. Bizə doğru fikirləri dediyi üçün 1, 3 və 4 A variantı. Davam edirik. Üzərində rəqəm yazılan sözlərdən biri digərlərindən fərqlidir. Həqiqi, məcazi məna baxımından. Bir deyir ki, həm də yaranma səbəbinə görə ölkənin diqqət çəkən təbiət abidələrindən biri hesab olunur. O et həqiqi. Deyir, zəlzələ baş vermişdi. Vermək məcazi. Eyni zamanda ərazinin relyefinə ciddi təsir göstərmək. Əlbəttə, bu da məcazi. Nəticədə çayın təbii axını artmış və suyun yığılıb qalması üçün şərait yaradılmışdır. Şərait yaradılmır, bu da məcazi. Əmələ gəlmək, bu da məcazi. Demək, birinci həqiqi, digərləri isə məcazi. Eyler-Venn diaqramında sizin doğru fikirləri müəyyən edin. Üslubu xüsusiyyətlər. Demək, mətnimiz, əsas mətnimiz publisistik üslubdur. Gəl səni dünyama qonaq aparım. Gör ki, vəfa nədir, sədaqət nədir? Bu da əlbəttə bədii. Bədii təsvir və ifadə vasitələri geniş istifadə. Bədii mətnə gedir. Kütləvi informasiya vasitələrinin dilinə aid olması, publisistik. Hüquqi məzmuna malik olmaması, yəni heç biri sənəd deyil. Sərbəstlik və təbiiliyin olması. Sərbəstlik və təbiilik məişət üslubu üçündür. Bu bizə lazım deyil. 4 olanlar çıxırıq. Hamı tərəfindən anlaşıqlı nitq forması olması. Bu, əlbəttə, publisistikin xüsusiyyətidir. Ellipsisdən istifadə. Ellipsis ixtisardır da bədii üsluba aid xüsusiyyətdir. Cavab 2, 5, 1, 6 və 3 C variantı. Mətndə tünd qara hərflərlə verilmiş cümlədə düzgün işlədilməyən sözü müəyyən edib, uyğun nümunə ilə əvəz etməklə cümləni yenidən yazın. Tünd qara hərfli cümlə. Nəticədə, ondan əvvəlki cümləni oxuyaq. Demək, zəlzələ zamanı Kəpəz dağının böyük bir hissəsi qoparaq aşağı doğru sürüşmüş, dağın uçmuş hissəsi Ağsu çayının qarşısını kəsmişdir. Nəticədə çayın təbii axını artmış. Necə arta bilər? Axı kəsib və suyun yığılıb qalması üçün şərait artmışdır, yox, azalmışdır olmalıdır. Demək, nəticədə su azalır. Azalmışdır. Artmışdır sözünün yerinə azalmışdır yazırıq. Dağdan hər hadisə yalnız məhv etmir, bəzən yarada da bilir. Aforizmini mətnlə əlaqələndirək, fikrini yazın. Əlbəttə, burada da dağıldı, amma hər şeyi dağıtmadı da yeni bir şeylər yaratdı. Göygöl yarandı. Yazırıq ki,
Çəpəz dağı uçur, amma heç nə məhv olmur. Yeni bir təbiət hadisəsi yaranır. Yəni Göygöl. Bu kimi fikirlər. Cədvəli tamamlayan fikirlər yazın. Göygöl yaranır. Səbəbi nədir? Nə olur? Zəlzələ baş verir və Göygöl yaranır. Ya da deyirik Çəpəz dağı uçur. Nəticədə Göygöl yaranır. Nəticədə başqa nə olur? Ağsu çayının qabağı kəsilir. İkinci abzasda 55-ci sual oxuyuruq. İkinci abzasda mətnin məzmunu ilə əlaqəsi zəif olan fərqli üslublu cümləyə müəyyən edib yazın. İkinci abzasda. Baxırıq. Demək, tarixi mənbələrə əsasən 1139-cu il Gəncə ətraf ərazilərdə güclü zəlzələ baş vermiş. Bu zəlzələ yalnız yaşayış məntəqələrini deyil, eyni zamanda ərazinin relyefinə də ciddi təsir göstərib. Zəlzələ zamanı Çəpəz dağının böyük bir hissəsi qoparaq aşağıya doğru sürüşmüş. Dağın uçmuş hissəsi Ağsu çayının qarşısını kəsmişdir. Nəticədə çayın təbii axını azalmış və suyun yığılıb qalması üçün şərait yaradılmışdır. Bu prosesin davam etməsi nəticəsində yeni bir göl əmələ gəlmişdir. Belə göllər təbiəti bəzəyir, dünyanı cənnətə çevirir. Əlbəttə ki, bu cümlədir. Çünki niyə? Bu cümlə məcazi mənalıdır. Heç orada uyğun gəlmir. Demək deyirik, belə göllər təbiəti bəzəyir, dünyanı cənnətə çevirir. Mətndə çərçivədə verilmiş söz əsasında cədvəli tamamlayan çərçivədə verilən söz. Zaman keçdikcə Göygöl elmi, coğrafi və ekoloji baxımdan tədqiqat obyektinə çevrilir. Əlbəttə, bu məcazi mənalıdır və biz buna həqiqi mənada məsələ deyə bilərik. Qayıq tərsinə çevrildi. Nə isə tərsə həqiqətən də çevirmək olur. Fərqli funksiya, yəni həqiqi məna. Buna funksiya dediyi üçün bura poetik yazmaq daha uyğun olar. Bu qədər. Uğurlar. Sağ olun.